Gəlin, Qırğızstanda oynayan futbolçumuz Orxan Əliyevin müsahibəsindəki əsas məqamlara birlikdə baxaq. Deməli, Orxan Ozqon klubunda necə deyərlər partlayış edib. Mövsüm bitib, o indi Bakıdadır və karyerasının gələcəyi ilə bağlı düşünür. Bu müsahibədən 3 əsas məqam ayırmaq olar. Birincisi, onun performansı. Yəni, adam sözün əsl mənasında uçur. Təsəvvür edin, 9 oyuna 7 qol və 1 məhsuldar ötürmə. Bu çox ciddi rəqəmdir. Təbii ki, klubu da onu əldən vermək istəmir, yeni müqavilə təklif ediblər. Amma Orxan hələ ki gözləyir, qərar verməyə tələsmir. İkincisi, milli komanda. Ən maraqlı məsələ də budur. Bu qədər qol vurursan, amma yığmaya dəvət almırsan. Orxanın fikrincə, səbəb oynadığı liqanın o qədər də diqqət mərkəzində olmamasıdır. Amma o ümidlidir. Deyir ki, yeni baş məşqçi Ayxan Abbasov hamını izləyir, bəlkə dəvət gəldi. Və son olaraq üçüncüsü, reallıq. Yəni Orxan özü də vəziyyəti başa düşür. Qırğızistan çempionatı pis deyil, amma etiraf edir ki, əgər bizim Premyer Liqada olsaydı, milliyə çağırılmaq şansı qat-qat çox olardı. Bir sözlə Orxan Əliyev xaricdə özünü sübut edib, amma indi əsas sual budur, bu performans onu yenidən milli formaya qovuşturmağa bəs edəcəkmi?